Əvvəla sizin Novruz bayramınızı təbrik edirəm. Bildiyiniz kimi Macəra Uşaqları Çağırır filminin ikinci hissəsi işıq üzü gördü. Həmin filmdə öz obrazınız barədə nə deyə bilərsiniz? Mən Caco rolunu oynayırdım. Caco göstərişlər verirdi və qərarlar qəbul edirdi. Kərim, get qapını döy. Bir kəlmə açmayacaq. Gedək davam. Səyid, gel aç qapını. Sabah Lahaca gedirik. Nəsə otaq isti oldu. Zəhmət olmasa qapını açardınız da. Hazırda siz Caco deyilsiniz. Onda mən sizin bayramınızı təbrik edirəm. Neçə belə bayramlar. Salam. Mən sizin Novruz bayramınızı təbrik eləyirəm. Neçə belə bayramlara çıxasınız. Kərim, bəs siz öz obrazınız barədə nə deyə bilərsiniz? Mən Kəlkal rolunu ifa edirdim. Kəlkal rolu heç nəydən qorxmayan, yumor hissi olan və vəziyyətdən çıxmağın yolunu tapan obrazdır. Bu nə səs idi? Narahat olmayın, uşaqlar da zarafatlaşırlar. Novruz bayramınız mübarək. Sizin də. Salam. Sizin Novruz bayramınız mübarək olsun. Ceylan xanım, bəs siz öz obrazınız barədə nə deyə bilərsiniz? Mən Ceyloşka obrazını ifa edirdim. Ceyloşka obrazı hər şeydən maraqlanan, bütün söhbətlərə gedən bir qız idi. Bu qədər. Novruz bayramınız mübarək. Salam Seyid müəllim. Novruz bayramınız mübarək olsun. Neçə belə bayramlara çıxasınız. Seyid, bəs siz öz obrazınız barədə nə deyə bilərsiniz? Mən Süsi rolunu oynayırdım. Süsi rolu bir çox cəsur və heç nədən qorxmayan bir obrazdır. Nəysə, özümü biraz pis sərədim. Seyid, narahat olmayın. Saat 12 deyil. Nəysə, bayramımız mübarək. Gedək şeydə var. Novruz bayramınız mübarək.